MİQ test toplusundan mübtəda bölməsinin adi suallarının izahından 30-cu sual. Hansı cümlədə ilk söz mübtəda kimi düşünülməyə bilər? A variantı. Döyüş hələ 2 gün də davam etdi. Neydi davam etdi? Nə? Döyüş. Burada mübtəda kimi düşünülməyə bilər. Burada mübtəda kimi düşünülübdür. Yəni bunu ancaq mübtəda kimi düşünə bilərik burada. Qalib bizdən Antalyada istirahət paketi qazandı. Ne etdi? Qazandı. Kim? Qalib. Qalib burada isim kimi də, sifət kimi də mübtədadır. Yəni bir var isimləşmiş sifət kimi, bir də var şəxs adı kimi. Hər ikisində də mübtəda kimi düşünülür. Bu başqa cür düşünülə bilmir. Mürşid 2 saatdır ki danışmır. Mürşid danışmır. Bunu ancaq mübtəda kimi düşünürük. Yolumuz indi daha uzundur. Necədir uzundur? Nə yolumuz? Bunu da ancaq mübtəda kimi düşünürük. Bunu başqa bir variant yoxdur. Sakit okeanda gözləmədiyi hadisə ilə qarşılaşdı. Ne etdi? Qarşılaşdı. Kim? Sakit. Bir var burada sakit insan adı kimi mübtəda. Bir də sakit okean mürəkkəb ad kimi harada sakit okeanda bu formada təhlil oluna bilir. Yəni bunu biz həm mübtəda kimi, həm də mübtəda yox, zəflik kimi təhlil edə bilirik. Bu baxımdan cavabımız olur E variantı. Sonra 31-ci sual. Bütün uyğun fikirləri müəyyən edin. Bütün uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Həmciz mübtədalar arasında təyin işlənə bilər. Bəli, təyin işlənə bilər. Misal üçün mən, dünənki dostum, sonra Elşad, Ceyhun gəldik. Yəni bu formada verəndə həmciz mübtədalar arasında təyin işlənə bilir. Yəni dünənki dostum, hansı dostum? Dünənki dostum. Bu formada olar. Sonra başqa bir nümunə deyək. Elşad, sonra mən, dostum Təbriz gəldik. Ne etdik? Gəldik. Kim? Mən, kim? Dostum Təbriz. Hansı Təbriz? Dostum Təbriz. Kim? Elşad. Bu formada həmciz mübtədalar arasında təyin iştirak edə bilər. Yəni bu doğru fikirdir. Mübtəda canlı varlığı bildirirsə, xəbər mütləq onunla şəxsə və kəmiyyətə görə uzlaşacaq. Uzlaşmaya da bilər. Misal üçün itlər hürdü. Hürdülər olmalıdır. Qoyunlar mələşdilər olmalıdır. Amma lər verməsək, belə məsəl üçün qoyunlar mələşdi. Mübtəda canlı varlığı bildirsə, mübtəda canlı varlığı bildirdi. Xəbər mütləq onlar şəxsə və kəmiyyətə görə uzlaşmadı. Nə etdi? Mələşdi? Nə? Qoyunlar. Qoyunlar burada nədir? Cəmdədir, amma kəmiyyətə görə uzlaşmıbdır. Yəni bu variantımız yanlışdır. İkinci variant yanlışdır. Bu yanlışdır. Sonra yanlış fikirlərdən yəlik hallı söz yalnız bir məqamda mübtəda kimi çıxış edə bilir. Yəlik hallı söz yalnız bir məqamda mübtəda kimi çıxış edə bilir. Yəlik hallı söz mübtəda kimi çıxış etmə variantı yoxdur. Yəlik hallı söz sadəcə söz birləşməsinin daxilində asıl tərəf kimi çıxış edir. Yalnız söz birləşməsinin daxilində iştirak edən zaman mübtəda ola bilər, amma o yəlik hallı sözün özünün mübtəda olması demək deyil. Mübtəda keçmiş zaman məzmunlu feili sifətlə ifadə oluna bilməz. İfadə oluna bilər. Misal üçün oxuduqlarım budur. Oxuduqlarım budur. Nədir? Budur. Nə oxuduqlarım? Dık plus mənsuba keçmiş zaman məzmunlu feili sifətdir. Ola bilməz. Ola bildi. Demək bu da yanlışdır. Deməli, uyğun fikri istədiyi üçün doğrudan doğrunu, yanlışdan da yanlışları götürüb. 1, 3, 4. Cavabımız C variantı. Sonra əgər cümlədə mübtəda xəbərdən əvvəl gəlibsə, qrammatik norma hansı halda pozula bilər? Yəni mübtəda və xəbər bu formada gəlibsə, qrammatik norma hansı formada pozula bilər, hansı zaman pozula bilər?
qrammatik norma hansı halda pozula bilər? Sözlərdən birinin tələffüzü yanlış göstərilərsə, tələffüzün yanlış göstərilməyi fonetik normanın pozulmasıdır. Bizdən qrammatik norma istəyir. Xəbər mübtədadan öncə gələrsə, bizdə deyir ki, axı mübtəda xəbərdən əvvəl gəlibdir. Xəbər mübtədadan öncə gələrsə, verməyibdir axı. Bu da olmadı. Sonra cümlədə leksik mənasına görə yerində işlədilməyən söz olarsa, leksik mənasına görə işlədilməyən söz olarsa, o leksik normanın pozulmasıdır. Xəbər oturdu mübtəda, nümayəndələr sözü ilə ifadə olunması. Məsəl üçün, nümayəndələr, oturdu. Aha, bu formada deyə verərsə, ifadə olunarsa, bəli, bu zaman qrammatik norma pozulur. Niyə? Nümayəndələr cəmdədir. Xəbərimizi təhdid etdik. Şəxsə görə uzlaşma pozulduğu üçün qrammatik norma pozulması sayılır. Cavabımız D variantdır. Sözlərdən biri yanlış yazılarsa, yanlış yazılmaq fonetik normanın pozulmasıdır. Orfoqrafik və o da fonetik normanın pozulmasıdır. Cavabımız oldu D variantı 33-də. Sonra, daha doğrusu 32-də. Sonra 33-cü sual. Hansı cümlədə mübtəda mücərrəd isimlə ifadə olunub? Yağış elə indi dayandı. Nə yağış? Bu mücərrəd deyil, konkret isimdir. Külək çox evi dağıtmışdı. Nə külək? Konkret isimdir. Hava birdən soyudu. Nə hava? Konkret isimdir. Müəllimlik mənim ən sevdiyim peşədir. Nə müəllimlik? Bu nədir? Mücərrəd mənalı isimlə ifadə olundu. Burada mübtədamız, cavabımız oldu. D variantı. Müəllim bir neçə dəqiqə sonra gələcək. Gələcək kim? Müəllim konkret mənalıdır. Bizə deyir ki, mübtəda mücərrəd mənalı isimlə ifadə olsa, o da peşə məzmunu birdən lıqla düzələnlər mücərrəd mənalı isimlər formalaşdırır. Deməli, yağış, külək, hava, müəllim bunlar konkret mənalı isimdir. Amma müəllimlik peşə məzmunu bildirdiyi üçün bunlar mücərrəd mənalı isimli. Cavabımız oldu 33-də D variantı. 34-cü sual. Hansı variantda mübtədanın ifadə vasitəsi yanlış göstərilib? A variantı. Sanki bir səs mənə deyirdi. Bəsdir, burax. Deyirdi. Nə səs? Səs isimdir. İsimlə ifadə olunub. Düzdür. Sən günəşdən asılmadın. Əylənmədin hanasında. Asılmadın. Kim sən? Əvəzini ifadə olunubdur. Düzdür. Keçmiş bizə özümüzü unutmamağı tövsiyə edir. Nə? Keçmiş. Keçmiş burada isimdir. Keçmiş keçmişdə qaldı falan. Bu formada mış burada feildən isim düzəldi, amma buraya yazıbdır sifət. Bu yanlışdır. Cavabımız çox kömək edir. C variantı. Anadır hər kişiyə öz vətəni. Anadır. Nə vətəni? Burada öz vətəni. Öz vətəni parçalanmanın birinci növdür və isim birləşmə ifadə olunur. Düzdür. Nədir o mənalı dərin baxışlar? Nədir gözlərindən yağan yağışlar? Nədir? Nə baxışlar? Nədir? Nə yağışlar? İsimlərlə ifadə olundu. Burada da cavabımız düzdür, isimlərdir, cəmdir, isimlərlə ifadə olunubdur. Deməli, cavabı nə oldu? C variantı 34-də. Sonra 35-ci sual. Hansı fikir doğrudur? Bütün əvəzliklər mübtəda rolunda çıxış edə bilir. Misal üçün, hər əvəzliyi, təyin əvəzliyi mübtəda rolunda çıxış edə bilmir. Və bəzi sual əvəzlikləri mübtəda rolunda çıxış edə bilmir. Müəyyən miqdar sayıları mübtəda rolunda çıxış edə bilməz. Deməli, bizdən nəyisə doğru fikir istəyir. Edə bilər, bu yanlış fikirdir. Müəyyən miqdar sayıları mübtəda rolunda çıxış edə bilməz deyir. Edə bilər. Misal üçün, 5 gözəl qiymətdir. 5 gözəl qiymətdir. Qiymətdir, nədir? Qiymətdir, nə? 5. Necə qiymətdir? Gözəl qiymətdir. Yəni, oldu. Bütün təsvirlənməyən feillər mübtəda rolunda çıxış edə bilər. Feili bağlamalar mübtəda rolunda çıxış edə bilmir. Bu da səhvdir. Mübtəda həmcis olarkən sintaktik əlaqədə aslı tərəf ola bilər. Xeyr. Mübtəda sintaktik əlaqədə aslı tərəf olmur. Burada deyə ola bilər, olmur. Mübtədanın aslı tərəf olmaq variantı yoxdur. Varsa da mənim qarşıma çıxmayıbdır. Zərflər də mübtəda rolunda çıxış edə bilir. Zərflər də, bəli, zərflər, yer zərflər misal üçün
İrəli təmizlənibdir. Hara irəli? Hara mübtədan hara deyə sualı var. Deməli, doğru cavabımız nə oldu? 35-də E variantı. Sonra 36-cı sual. Hansı cümlənin mübtəda ilə başlayıb başlamadığını dəqiq demək olmur? Mahir ustalarla iş görmək lazım olduğunu bildirdi. Nə etdi? Bildirdi. Bir var kim? Mahir. Mahir insan adı kimi. Nə etdi? Bildirdi. Nəyi bildirdi? Ustalarla iş görmək lazım olduğunu bildirdi. Tərkib olur. Bu formada tamamlıq olur. Fe'li sifət tərkibi ilə ifadə olmuş tamamlıq. Bir də var ki, mahir ustalar, necə ustalarla, mahir ustalarla bu tərkibin daxilində olur. Bir var mahir bildirdi, bir də var mahir ustalarla iş görmək lazım olduğunu bildirdi. Deməli, mübtəda ilə başlayıb başlamadığını dəqiq demək olmadı. Burada elə cavabımız A variantı. Qəmər, Akif dünən səni axtarırdı. Qəmər burada xitab kimi versək, Qəmər, Akif dünən səni axtarırdı. Burada xitab olur və həmciz mübtədalar kimi düşünsək, Qəmər, Akif dünən səni axtarırdı. Axtarırdılar olmalıdır həmciz mübtədalar olsa. Bu baxımdan Qəmər, Akif dünən səni axtarırdılar. Qəmər və Akif dünən səni axtarırdılar. Bu baxımdan B-ni mübtəda ilə başlamadığını dəqiq demək olmur fikrini B-yə aid edə bilmirik. Dostum Kamalla yenidən təhsil almağa qərar vermişik. Qərar vermişik. Nəyi? Dostum Kamalla yenidən təhsil almağı. Burada tamamlıqdır. Məsəl tərkibinin daxilində gedibdir. Qonaqlıq dava ilə sonlandı. Nə etdi? Sonlandı. Nə ilə? Dava ilə nə? Qonaqlıq. Burada da mübtədadır. Müəllim Həsən üçün təzə kostyum gətirmişdilər. Nə etmişlər? Gətirmişdilər. Kim üçün? Həsən üçün. Hansı Həsən üçün? Müəllim Həsən üçün. Nəyi kostyumu? Hansı kostyumu? Təzə kostyumu. Burada müəllimi mübtəda kimi düşünə bilmirik. Niyə ki? Çünki xəbərdəki şəxs olununa görə biz onu mübtəda kimi düşünə bilmirik. Onlar gətirmişdilər, müəllim gətirmişdi. Gətirən müəllim olsaydı xəbəri təkdə verməli idilər. Cavabımız oldu 36-da A variantı. Sonra 37-ci sual nümunədəki mübtədalar əsasında müəyyən edin. Təhsil şöbəsi yalnız saxta işlərlə məşğul idi. Deməli, mübtədalar əsasında deyil. Mübtədalar əsasında müəyyən edin. Məşğul idi. Nə? Təhsil şöbəsi. Mübtədamız təhsil şöbəsi mürəkkəb adla ifadə olunubdur. Mürəkkəb ad. Həm Mərdan evdən biraz çörək gətirmişdi. Nə etmiş? Gətirmişdi. Kim? Mərdan. Həm də Qalibin atası bir qədər yemək göndərmişdi. Nə etmişdi? Göndərmişdi. Kim? Qalibin atası. Deməli, nümunələrdəki mübtədaların ifadə vasitələri eynidir. Mübtədalar əsasında müəyyən edin. Nümunədəki mübtədaların ifadə vasitələri eynidir. Xeyr, səhvdir. Biri mürəkkəb adla ifadə olunubdur. Təhsil şöbəsi. Biri xüsusi ilə ifadə olunubdur. Biri də sözləşməsi ifadə olunubdur. İki cümlədə də mübtədalar mürəkkəb cümlədə yer alır. Birinci cümlə sadə cümlədir. Bu baxımdan A da B də səhvdir. İki cümlədə də mürəkkəb adla ifadə olunan mübtəda və mürəkkəb adla ifadə olunacaq birinci cümlədədir. İki cümlədə də mübtədanın tərkibində xüsusim var. Xüsusim ancaq ikinci cümlədədir. Nümunələrin heç birində mübtəda fe'li birləşmə ifadə olmalıdır. Bəli, biri mürəkkəb adla, biri xüsusimlə, biri də sözləşməsi ifadə olunur. Cavabımız E variantı 37-də. Sonra 38-ci sual neçə cümlə tərkibində mübtəda olsa da nəqli cümlə deyil. Qadir, indi sən bizim ən çox güvəndiyimiz insansan. İnsan bu nida cümləsidir. Nida. Deməli, neçə cümlə tərkibində neçə say təqdim etməliyik. Mübtəda olsa da nəqli cümlə deyil. İnsansan, Qadir. İndi sən bizim ən çox güvəndiyimiz insansan. Bu nəqli cümlə deyil. İndi sən bizim ən çox güvəndiyimiz insansan. Kimsən?
Mübtədası var. Nəqli cümlə deyil. Bəli. Deməli biri götürürük. Bala, siz onu da çağırın. Gəlin bizə. Çağırın. Kimsiz? Çağırın. Bu əmr cümləsidir. Əmr cümləsidir və mübtədası olsa da nəqli cümlə deyil. Bunu götürürük. Mərdan qardaşını axtarmaqdan bezmişdi. Bu nəqli cümlədir. Kim Mərdan bezmişdi? Bunu çıxırıq. Bizi də Rüstəmlə aparacaq. Nə edəcək? Aparacaq. Sual işarəsi var burada. Bu deməli nədir? Burada heç mübtəda yoxdur. Burada mübtəda yoxdur, ona görə bunu götürmürük. Mən də ona köməyə gedim. Gedim. Əmr cümləsidir. Mübtədası varmı? Kim mən? Bəli. Mübtəda olsa da, mübtəda var və nəqli cümlə deyil. Deməli 1, 2, 5, 3 dənəsi mübtəda olsa da nəqli cümlə deyil. Cavabımız oldu B variantı. Sonra bu 39-cu sual olmalıdır. Hansı cümlədə bərpa ediləcək mübtədanın ifadə vasitəsi xüsusim ola bilməz? Gəncdən mənə çoxlu kitab gətirər. Vüsal gəncdən mənə çoxlu kitab gətirər deyə bilirik. Vüsal. Və ya xüsusi isimlərdə buna da fikir vermək lazımdır. Bu deməli ola bilməz deyir. Burada ola bildi. Mən ağrılardan şikayət edəndə bir ədib kimi cavab verdim. Vüsal, mən ağrılardan şikayət edəndə bir ədib kimi cavab verdi. Burada da xüsusi isimlə ifadə oluna bilər. Deyir ki, bərpa ediləcək mübtədanın ifadə vasitəsi xüsusi isim ola bilməz. Ola bildi burada. Bir üzü xətir, bir üzü zor güc özlərini mənim yanıma saldılar. Vüsal, Elşad, Əli, bir üzü xətir, bir üzü zor güc özlərini mənim yanıma saldılar. Burada da mübtədalar. Bax, xüsusi isimlərlə ifadə olunan mübtədalar əlavə elədik. Yorulmuş qoca ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Yorulmuş qoca ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Bunun əvvəlinə xüsusi isimləri artıra bilmirik. Biraz mənasız alınır. Cümlənin özündə biraz qəribəlik var. Kənddən nümayəndə idi. Vüsal kənddən nümayəndə idi. Burada da artıra bilir. Cavabımız oldu nə? D variantı. Sonra bu 40-cı sualdır. Güman edirdim ki, nümunənin təhlilinə aiddir. Güman edirdim ki, bu atılan gülələrin biri də mənəm. Gürültünü qopardan da mənəm. Gündüzün boz və kəsib üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm. Nə deyir? Burada bu sualda bütün xəbərlər mübtədalar arasında şəxsi yollaşma gözlənib. Bütün mübtədalar quruluşa indi. Yəni sinaq təhlil etmək lazımdır. Deməli, güman edirəm ki, bu mürəkkəb cümlədir. Bu baş cümlə. Bu budaq cümlə. Birinci baş cümlə, sonra budaq cümlə gəlir. Bu atılan güllələrin biri də mənəm. Mənəm. Nə mənəm? Güllələrin biri. Hansı güllələrin atılan güllələrin? Hansı atılan? Bu atılan. Gürültünü qopardan da mənəm. Mənəm. Kim mənəm? Gürültünü qopardan. Qoparmaq, qopartmaq. Qoparmaq, qopartmaq, qopardan. Fe'l sifət kimi ifadə olunmuşdur. Gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm. Mənəm. Nə alov? Necə alov? Gündüzün boz, kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən. Deməli, gerək variantlara baxaq indi. Deyir ki, bütün xəbər və mübtədalar arasında şəxsi uzlaşma gözlənilibdir. Xeyr, gözlənilməyibdir. Niyə? Mənəm, güllələrin biri, o, bu şəxsə görə uzlaşma gözlənilibdir. Xəbər birinci şəxsin cəmində, mübtəda üçüncü şəxsin təkində. Ona görə A variantı uyğun deyil. Bu yanlış fikirdir. Mübtədaların quruluş növü eynidir. Xeyr, mübtədaların quruluş növü eyni deyildir. Eləsi var, söz birləşməsi ifadə olunmuşdur. Güllələrdən biri, məsələn, söz birləşməsi ifadə olunmuşdur. Alov
sözlə ifadə olunubdur. Bu baxımdan mübtədanın quruluş növü eyni deyil. Yalnız mübtədalardan biri iki cümlə üzvü ilə sintaksik əlaqədardır. Bu da məncə yanlış fikirdir. Niyə? Çünki burada alov bir təyindən əlaqə girib. Bir də xəbərlə əlaqə girib. Hər ikisində də əsas tərəfdir. Burada da cümlələrdən biri də bir təyindən əlaqə girib, bir də buradakı mənəm xəbərlə əlaqə girib. Yəni burada deyir ki, ancaq yalnız mübtədalardan biri iki cümlə üzvlərində əlaqədardır. Xeyr, biri yox, ikisi. Mübtədaların ikisi iki cümlə üzvündən sintaktik əlaqədardır. Mübtədalardan ikisi söz birləşməsi ifadə olunubdur. Bu düzdür. Hansılardır söz birləşməsi ifadə olunanlar? Deməli, gürültünü qopardan bir bu. Bir də güllələrdən biri. Bu ikisi söz birləşməsindən ifadə olunubdur. Güllələrdən biri, bir də gürültünü qopardan. Sonra deməli, düzgün cavabımız elə D variantı olmalıdır. Bütün mübtədalar baş cümlədə yer alır. Xeyr, baş cümlə birinci gəlmir, budaq cümlə ikinci gəlmişdi. Bu da yanlış fikirdir. Bütün mübtədalar əslində budaq cümlədə yer alıbdır. Cavabımız oldu nə? D variantı. Sonra 41-ci sual. Hansı cümlədə altından xətt çəkilən söz mübtəda ola da bilər, olmaya da bilər. Durğu şərtə buraxılıb. Həkim Asif ilə dünəndən əlaqə saxlaya bilmirəm. Nə edirəm? Əlaqə saxlaya bilmirəm. Kim ilə? Asif ilə. Hansı Asif ilə? Həkim Asif ilə. Bunu bir təyin kimi düşünmək olar. Bir də durğu şərtə buraxılıbdır da. Həkim xitab kimi. Asif ilə dünəndən əlaqə saxlaya bilmirəm. Burada da xitab kimi oldu. Qadir, Rəsul bizim el-obadan ən mərd gənclərdir. Qadir, Rəsul bizim el-obada ən mərd gənclərdir. Altına xətt çəkilmiş söz mübtəda ola da bilər, olmaya da bilər. Deməli, burada həmciz mübtədalardır. Niyə? Əgər biz bunu xitab kimi düşünmək istəsək, Qadir, Rəsul bizim el-obada ən mərd gənclərdir. Gənclərdəndir olardı. Gənclərdir olmazdı. Yəni bu xəbərlə uzlaşmaya girmir onda. Həmciz mübtədalar olsaydı. Daha doğrusu xitab kimi versəydik biz bunu. Ona görə biz bunu ancaq həmciz mübtədalar kimi götürə bilirik. Qadir, Rəsul bizim el-obada ən mərd gənclərdir. Yəni biz bunu ancaq həmciz mübtədalar kimi düşünə bilərik. Bizə deyir ki, hansı cümlədə altından xətt çəkilən söz mübtəda ola da bilər, olmaya da bilər. Hər bir variantda bu mübtədadır. Ona görə bunu da götürmürük. A ilə B-nə çıxdıq. Quşlar indi daha gözəl nəğmə oxuyur. Nə quşlar? Quşlar burada hər bir halda mübtədadır. Qoca mənim anlamadığım çox şey bilir axı. Burada qocanın nə edir? Bilir. Kim? Qoca. Mübtəda kimi də düşünmək olar. Bir də var qocanın xitab kimi. Qoca mənim anlamadığım çox şey bilir axı. Yəni kimsə mənim anlamadığım çox şeyi bilir axı deyə bilərik. Yəni burada cavabımız elə. D variantı həm xitab kimi düşündük, həm də mübtəda kimi düşündük. Onlar bir də vətənlərinə dönmədilər. Nə etdilər? Dönmədilər. Kim? Onlar. Onlar ancaq elə mübtəda kimi düşünürük. Başqa bir çıxış yolu yoxdur burada. Cavabımız oldu nə? D variantı. Sonra 42-ci sual. Nə deyir? Hansı cümlələrdə mübtəda suala cavab vermir? Suala cavab verməyənlər hansılardır? Sual əvəzləri suala cavab vermir. Sonra bağlayıcı sözlər, funksiyasının sual əvəzləri, bunlar suala cavab vermir. Kim öldürdü? Körpə səni. Nə etdi? Öldürdü. Kim? Yəni bu suala cavab vermir. Sual əvəzləri suala cavab vermirlər. Nə istəyir? Amma bizdə mübtəda istəyir. Ha, burada mübtəda nə istəyir? Bu tamamlıqdır. Nə edir? İstəyir. Nəyi? Bu tamamlıqdır. Bu nəyə sualını verə bildik. Bu götürmürük. Hara desə ora gedəcək. Hara burada bağlayıcı sözdür və bu da suala cavab vermir, amma bunu biz haraya sualından versək bu zəflik funksiyasındadır. Haraya desə biz ancaq onun haraya zəfliyin sualını verə biliriksə, deməli o nədir? Mübtəda deyil, zəflikdir. Buna çıxdıq. Hara daha gözəldirsə, orada yaşamaq istəyirəm. Gözəldir. Hara?
Hara. Haraya daha gözəldirsə, haraya sualını verəmədik. Deməli, bunu da götürürük. Mübtəda suala cavab verin. Buradakı mübtəda suala cavab verin. Nə yazılıb? Nə edib yazılıb? Nə? Bunda da sual verə bilmirik. Sual əvəzinə ifadə olunubdur. Deməli, cavablarımız nə oldu? 1, 4, 5 A variantı. Aha. 43-cü sualla davam edirik. Hansı cümlədən fərqləndirilən sözü çıxarsaq, mübtədanın quruluşca növü dəyişər. Mübtədanın quruluşca növü deyir. Dəyirmanda işləməyə gedənlər tez də geri döndülər. Nə etdilər? Döndülər. Haraya? Geri. Kim? Dəyirmanda işləməyə gedənlər. Anən fe'li sifət tərkibində ifadə olunubdur. Mürəkkəbdir. Dəyirmandan çıxarsaq, işləməyə gedənlər yenə mürəkkəb olur. Quruluşca növü dəyişər, burada dəyişmədi. Sənin haqqında bəzi sözlər eşitmişəm. Burada qoşmadır. Bu mübtədanın deməli quruluşca növünə təsir etmir. Qoşmalı sözlə ifadə olunubdur. Səni buradan çıxarsaq, haqqında bəzi sözlər eşitmişəm. Burada yenə quruluşca növü dəyişmədi. Bizim kənd çoxdandır ki, qazla təmin olunmur. Nə kənd? Hansı kənd? Bizim kənd. Burada birinci növ təyin söz birləşməsidir. Təyin, bizim yəni burada təyindir. Bunu çıxarsaq da, çıxartmasaq da mübtədəyə elə bir təsir etmir. Sonra düşünür ki, onun ilk övladı xəstəxanadan oğurlanıb. Nə edib oğurlanıb? Kim? Övladı. Onun övladı. Belə olanda mübtədanın ifadə vasitəsi söz birləşməsi olur. Üçüncü növ təyin söz birləşməsi. Onun övladı isim birləşməni ifadə olunur. Amma onunu buradan çıxarsaq, düşünür ki, ilk övladı xəstəxanada oğurlanıb. Nə edib oğurlanıb? Kim? Övladı. Hansı övladı? İlk övladı. Artıq burada nitq hissəsində ifadə olunmuş olacaqdır. Cavabımız elə. D variantı mənalı ömür yaşa. Nə ömür, necə ömür? Mənalı ömür. Mənalını buradan çıxarsaq heç bir dəyişiklik başlıq, yəni mübtədanın quruluşunda heç bir dəyişiklik olmur. Onsuz da mübtədamız burada ömürdür. Bu da getdi. Cavabımız oldu nə? D variantı. Bu qədər. Ardının növbəti videolarda izah edəcəm.